Hansısa bir ölkədə dava gedir, sənə bəlkə aid deyil. İki ölkə bir-birindən vuruşur, səndən soruşulacaq hansı tərəfdəydin? Qiyamət günü mövqe soruşulacaq. Bunu yadda saxlayın. Qiyamət günü hər bir hadisə qarşısında harada dayanmışdın soruşulacaq. Hər bir hadisə dünyada baş verir, sən elə bilirsən səninlə əlaqəsizdir, sənin imtihanındır. Birbaşa sənə aid olmasa da, sənin imtihanındır ki, sən harada dayanmısan, hansı mövqedəsən. Salih Peyğəmbərin dəvəsi onun möcüzəsi idi, bilirsiniz, Quranda var. Allah Salih əleyhissalama möcüzə vermişdi, dəvəsi vardı, qayanın arasından çıxdı filan, möcüzə idi. Cəmaat iman gətirmişdi və bir nəfər götürdü, dəvəni öldürdü. Dəvəni öldürdü və bu Peyğəmbərin Allahın əlaməti idi də bu dəvənin bəzi hərəkətləri. Onu öldürdü. Quran buyurur ki, فَأَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُمْ بِذَنْبِهِمْ فَأَقَرُوهَا cəm haldadır. Deyir, dəvəni öldürdülər. Və Allah onlara cəza verdi. Soruşdular imamlardan ki, bir nəfər öldürdü. Quran niyə deyir cəm şəkildə? Deyir, biri öldürdü, o birilərində vecinə deyil.